Salam dostlar. Artıq yəqin tanıdınız buranı. Park Yasamal, Kristal Abşeronun evləri. Buranı çox çəkmişəm sizə. Kvartiranın içində çəkmişəm mənzillərin. Burada baxın yeni kafe açılır. Rahat market neçə vaxtı var. Yol elə düzəlir və mən sizə bu gölün qırağında park olacaq. Artıq bir çox şeylər burada düzəlib. Yəni burada yol düzəlib və oturacaqlar qoyulub. İndi göstərəcəm sizə. Baxın bax belə promenad. Axşam promenadı burada belə gəzintisi etmək üçün gözəl belə yerdə. Cəmaət də gəzir. Çox qəşəng. Bura sərindir, çox həyətin içi sərin deyil, amma buralar çox gözəl, sərin, qəşəng. Balaca külək var. Görürsünüz, gölün də üstündə dalğalar var. O tərəfdə də yəni bura belə bütöv radius, yəni o tərəfi də gölün, yəni ki düzələcək. Elə deyiblər və bulvar olacaq. Bulvar. Və burada hələ də balıq tuturlar. Burada balıq var. Mən soruşdum nə balığıdır, birdən qəşəng böyük balıq tutmuşdular. Dedilər ki, karasdır. Mən Azərbaycanca karas nədir tapa bilmədim. Tərcümə edə bilmədim. Yəni ki, balıqçılar özləri deyir karas. Və karas, deyirəm başqa balığı yoxdur, dedilər yox. Çünki o başqa balıqları yeyir. Bax belə. Buradan hələ də təmir işləri gedir. Dostlar, burada ilan gördük. Çəkmək istədim, artıq gecdi. Başını da çıxartmışdı, su ilanıdır da yəqin. Başını da qaldırmışdı, üzürdü, uzun idi. Ay, çatmadım, mən telefonu çıxardanacam. Artıq getdim. Dostlar, mən onu görürəm. Sadəcə olaraq bilmirəm, siz görə biləcəksiniz, yox. Yəqin ki, yox. Amma mən hələ də onu görə bilirəm. Gözəl sakitlikdir gölün kənarında. Düzdür, burada ilan gördüm. Amma nə bilim, su ilanıdır yəqin ki. Buralar sadəcə olaraq yəni hələ təmizlənməyib. Gölün kənarında burada biraz çirkdir. Belə göstərim sizə. Baxın. Buralar hələ təmizlənməyib də. Burada əslində heç keçmək olmaz. Orada dəmir qapı var. O tərəf təmizlənir, bu tərəf yox. Yəni amma keçir də. Hamı keçir. Gəzir, yəni biz tək deyilik burada. Binaların arxasında isə indi gün batımıdır. Burada Midanın evləridir. Burada artıq baxın bura. Hələ ki yolun sonu buradır. Ola bilsin bundan da o tərəfə yenə də abadlaşdırdılar. Demişlər ki, hər tərəfi gölün bulvarı olacaq. Və buradan da belə bir görüntü sizə, evlərə. Və sağollaşıram sizinlə. Bu gün batımında göstərim sizə. Belə bir gözəl gün batımı. Sağ olun dostlar. Burada konsert var.
Dostlar, çok sual verirsiniz bu binalarla bağlı. Bakın, burada kısa nömrə var. Ulduz 1544. Zəng vurun, suallarınızı bura verin.